Vətənə bağlılıq onu sevmək, qorumaq və inkişaf etdirməkdir. Çünki nə vətənsiz bir millət, nə də millətsiz bir vətən olar. Vətən əldən gedərsə, o millətin hər cür milli mənəvi dəyərləri də yox olub gedər. Vətəni qorumaq, dövləti və milləti qorumaq, vətəni sevmək də dövləti və milləti sevməkdir. Vətənə bağlılıq milli mənəvi dəyərlərə, ailəyə, tarixə, adət-ənənəyə, dinə, sənətə, milli birlik və bərabərliyə bağlılıqdır. Vətəni sevmək, onu düşməndən qorumaq, hər cür hücuma qarşı tədbirli olmaq və lazım olduğu zaman onun üçün canını vermək müqəddəs bir vəzifədir. Vətən uğrunda gözünü qırpmadan canını verən igid vətən övladlarından biri də Gizir Nəsirov İlyas Arzumanoğludur. O, 4 iyul 1985-ci ildə Beyləqan rayonunun Milabad kəndində anadan olub. Əslən Cəbrayıl rayonunun Süleymanlı kəndindəndir. 1992-2002-ci illərdə Beyləqan rayonu Vilayət Cəfərov adına Milabad kənd tam orta məktəbində təhsil alıb. Orta məktəbə getdi, orta məktəbin müəllimlərin sevimlisi oldu. Bir müddət mülki işlərdə çalışsa da, yenidən hərbi xidmətə qayıtmağa qərar verir. Azərbaycan Silahlı Qüvvələrinin təlim və tədris mərkəzində gizir kurslarında təhsil alıb, xüsusi təyinatlı qüvvələrdə xidmətini davam etdirib. 2016-cı ildə baş verən aprel döyüşlərində döyüşərək böyük şücaət göstərib. 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlayan Vətən müharibəsində Qubadlı, Cəbrayıl və Füzulinin işğaldan azad edilməsində iştirak edib. 21 oktyabr 2020-ci ildə Qubadlı döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlib. Beyləqan rayonu Milabad kənd qəbirstanlığında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan bayrağı ordeninə layiq görülüb. Azərbaycan Prezidentinin sərəncamlarına əsasən vətən uğrunda Füzulinin azad olunmasına görə, Cəbrayılın azad olunmasına görə, Qubadlının azad olunmasına görə və igidliyə görə medalları ilə təltif edilib. Ailəli idi, 3 övladı yadigar qalıb. Qisas hissi ilə tərbiyə alan, nizam-intizamla formalaşan vətənpərvər gənclər vətəni qorumaq üçün hər cür fədakarlığa hazır olduqlarını dönə-dönə sübut etdilər. Qarabağı azadlığa qovuşduraraq müqəddəs şəhidlik məqamına yüksələnlər bu xalq üçün hər zaman əziz və dəyərlidir.